Salam əziz qrup üzvləri. Biz iki nəzəriyyə keçmişdik. Jean Piaget nəzəriyyəsi və Vygotsky nəzəriyyəsi. Jean Piaget nəzəriyyəsində Jean Piaget nə deyirdi? Deyirdi ki, əgər bir uşağa bir şey öyrədirsənsə, onun kəşf etmə şansını əlindən alırsan. Deyir, öyrətmə, qoy özü axtarsın, özü araşdırsın, özü nəticə çıxartsın. Jean Piaget bunu deyirdi. Vygotsky nə deyirdi? Vygotsky deyir, öyrət, qoy biraz daha yaxşı eləsin. Bir şeyi öyrət, amma onu axıra qədər etmə. Vygotsky demir ki, sən uşağın əlindən al, özün elə. Deyir, öyrət, yolunu de, özü ona baxıb daha mükəmməli eləsin. Yəni, sadəsini sən öyrət, özü inkişaf edib mükəmməli eləsin. Asanını sən öyrət, özü daha çətin eləsin. Deməli, bu qədər Vygotsky'nin dediyidir. Amma indi biz üçüncü nəzəriyyəyə keçəcəyik. Üçüncü nəzəriyyə zəka nəzəriyyəsidir. Yəni, düşüncə tərzi nəzəriyyəsidir. Zəka ilə bağlı, ağılla bağlı, düşüncə ilə bağlı olan nəzəriyyədir və bunu kəşf edən alim də Karol Dweckdir. Yəni, elə bilərsiniz ki, Karol Dweck bəydir, yəni Karol Dweck xanımdır. Yəni, digər nəzəriyyələri yazanlar bəylərdir. Amma Karol Dweck xanımdır. O deyir ki, xanımlar da bir nəzəriyyə yaza bilər. Xanımlar da bir yanaşma qoya bilər və çox da gözəl nəzəriyyədir. O deyirlər, gec olur, güc olur, xanımlar daha güclü olurlar. Yəni, Karol Dweck də həqiqətən də gözəl bir nəzəriyyə yazıb. Görəcəksiniz ki, bütün nəzəriyyələrin elə ən gözəli məhz Karol Dweck nəzəriyyəsidir. Deməli, Karol Dweck uşaqların inkişafı ilə bağlı araşdırmalar aparır. Karol Dweck uşaqların inkişafı ilə bağlı öz fikirlərini ümumiləşdirib və o dedi ki, aslanın erkəyi dişisi olmaz və bu nəzəriyyə də məndən olsun. Və o demək olar ki, 30 ildən çox bunların demək ki, araşdırmışdır. Uğursuzluqla nəticələnən uşaqların həyatında nə olur deyə araşdırıb. Ümumiyyətlə, insan uğursuzluqla rastlaşanda o necə olur, nə hisslər keçirir, bunun haqqında araşdırmalar aparmışdır. Həqiqətən də, deməli, o Karol Dweck deməli, müəyyənləşdirmişdir ki, baxmışdır ki, insanlar iki yerə ayrılırlar. İnkişafa açıq düşüncəli insanlar, bir də ki, inkişafa qapalı düşüncəli insanlar. Yəni, buna bəzi mənbələrdən sabit zəka və çevik zəka da deyirlər. İnkişafa açıq düşüncə tərzinə çevik zəka, inkişafa qapalı düşüncəyə isə sabit zəka deyirlər. Yəni, çevik zəka inkişafa açıqdır, sabit zəka, sabit nədir? Yerində qalır, irəli getmir, yerində sayır, sabitdir. Sabit zəka inkişafa qapalı düşüncə tərzidir. Yəni, Karol Dweck deməli şagirdlər üzərində araşdırmalarında, insanlar üzərində araşdırmalarını aparmışdır ki, bəziləri bir balaca uğursuzluqla rastlaşan kimi deyirlər ki, elə bu mənlik deyil. Yəni, bir balaca çətinliklə rastlaşan kimi deyirlər ki, mənlik deyil. Deməli, həyatda belə insanlar var da, bəzən hansısa bir işlə məşğul olmaq istəyir, nəsə, məsəl üçün, aşpazlıq öyrənmək istəyir, aşpazlıq öyrənəndə onun bişirdiyi xörək yanırsa, deyir, deyəsən, bu xörək bişirmək mənlik deyil və yaxud dərzi yanına gedir, dərzilik öyrənmək istəyir, baxır ki, çətinlik var, dərzi buna öyrədir, yəni səhv kəsir, səhv tikir və yaxud paltar tikəndə çətinliyi var, deyir ki, deyəsən, bu dərzilik mənlik deyil. Və bəzi insanları, məsəl üçün, qoyursan hansı şirniyyat bişirən yanına, şirniyyat öyrənir, orada yuxanı yayır, çətinlik çəkir. Məsəl üçün, hər hansı bir işi görəndə çətinlik çəkir, deyir ki, bu mənlik deyil. Və uşaqlarda da var, yəni uşaqları qoyursan müəllim yanına, şagirdləri, repetitor yanına, deyir, deyəsən, bu riyaziyyat mənlik deyil, çətinlik görən kimi, tapşırığı həll edə bilməyən kimi belə deyirlər. Və fizika müəllimin yanına gedir, tarix müəllimin yanına gedir, müəllim biraz onu sıxışdıran kimi, çox tələb edən kimi, öyrənə bilməsə, deyir ki, deyəsən, bu mənlik deyil. Eləcə də hər bir kəs bu elə belə olur. Bəzən bəzi xanımlar deyir, bu kurikulum mənlik deyil, bu kurikulum mənim başıma girmir. Amma belə deyil, əzizlərim, siz kurikulumu sevəcəksiniz və arxasında da belə deyə bilirəm ki, yəni, əgər hər zaman özün istəyərəkdən, sevərəkdən bir işə sən addım atacaqsansa, istəyərəkdən onu edəcəksənsə, onu bacaracaqsan. Yəni, mənlik deyil, deyin.
Bu sizlikdir elə. Ya öyrənəcəksiniz, bunun başqa yolu yoxdur. İnkişafa qapalı düşüncə olmağa qoymayın. Ə, Əsla mən də buna izin vermərəm. İnkişafa açıq düşüncə tərzi olmaq lazımdır. Deməli, inkişafa açıq düşüncə tərzində olan şagirdlər də var, müəllimlər də var. Bəzən müəllimlər deyir ki, bu uşağa heç nə işləmir. Neynirəm, bunun başına girmir. Nə qədər desəm xeyri yoxdur. Deməli, bu şagird bunu sevmirsə nəyisə sevir də. Ola bilməz ki, o deyir ki, kimsə əziyyət çəkəcək, bəhrənsini görəcək. İnkişafa qapalı düşüncəni insanlar isə tamamilə fikirləşirlər ki, bu işə gəlmişəm, çətinliyim var, elə bunu yarımçıq qoyum. Bəzən belə müəllimlər də var. Qruplara qatılır, sertifikasiya imtahanına, MİQ imtahanına, biraz çətinliyə düşən kimi yarı yolda qoyurlar, tərk edirlər. Bəzən bir insanlar olur, çətinliyə düşən kimi deyir ki, məsəl üçün deyirlər bu MİQ mənlik deyil, gedim başqa iş tapım özümə. Və yaxud da deyir MİQ imtahanından kəsilir, deyir ki, yoldaşım deyir ki, daha bu il axırıncı ilindir. Bundan sonra hazırlaşmayacaqsan, girirsən gir, girmirsən girmə. Bəzən deyirlər ki, müəllimə, qaynanam deyir ki, bu axırıncıdır. Amma insan üçün axırıncı olan nə vaxtdır? İnsanın ölümüdür, o dünyaya gedir. Yəni belə bir şey axırıncıdır deməyin. Bu dünyada heç nə bizlik deyildir, bir şey yoxdur və axırıncıdır deyə də bir şey yoxdur. Əgər bir uğur varsa, o uğuru harda olur olsun, o uğuru dartıb çıxartmaq lazımdır. Yəni belə bir şey yoxdur. Oxuyacağıq, öyrənəcəyik və nəticəmiz də olacaq. Bəzən insanlar deyir ki, mənim başıma girmir və başımda qalmır öyrəndiyim. Amma bu da belə deyil əzizlərim. Bilirsiniz beyin nədən yorulur? Beyin qeybətlərdən yorulur. Boş-boş məlumatları beynimizə salmaqdan, onun bunun sözünü başımızda saxlamaqdan, belə şeylərdən, həyatdakı çətinliklərdən beynimiz donur. Çünki nəyə görə? Birimizin ailə problemimiz var. Baxın, inandırım sizi biri həyat yoldaşı ilə, biri həyat yoldaşı ilə, biri övladı ilə, biri ailəsi, qurduğu ailə mükəmməl olmur, birinin beyni oradan yorulur, ağlı evlənir, oradan yorulur, biri uşaqlarını dolandıra bilmir maddi cəhətdən, ondan beyin yorula bilir, yəni qazanc yolu axtarır, yəni uşağının yanında utanc vəziyyətə qalır, beyin ondan yorulur və beynimiz ağdır, təmizdir. Əslində beyin heç bir məlumatı qəbul etməkdən yorulmur. Sadəcə olaraq beynimiz niyə yorulur, niyə qəbul etmir? Beynimiz yüklüdür. Yaşam şərtləri var, yüklüdür. Beyin yüklənib ona görə gündəlik olan iş həyatımız, gündəlik olan rutin həyatımız, gündəlik olan qonşuların söhbəti, gündəlik olan qohumların söhbəti, ailə problemləri və bunlar o qədər beynə dolur ki, beynin bir küncündə oxumaq üçün yer qalır. O da bəs eləmir. Ona görə də həmin yer artıq dolur və yer qalmır ki, artıq informasiyanı oraya toplaya biləsən. Ona görə də çalışmaq lazımdır ki, bizim yanımızda kimsə kiminsə qeybətini edəndə çalışaq ona fikir verməyək. Özümüzə ona qulaq asırmış kimi göstərək, amma dərindən qulaq asmayaq. Heç yadımızda da saxlamayaq. Yəni bu zaman gerçəkdən də beyin gərginləşir və kim nə aldı, nə elədi, kim özünə nə aldı qoydu, ev tikdi, yəni bunlardan da beyin yorula bilir. Yəni beynimizdə artıq oxumaq, elmi olan məlumatlara yer qalmır. Əslində bir neçə il bundan əvvəl deyək ki, mən özümdə başım ağrıyırdı, həkimə müraciət etmişdim. Dedim, bəlkə çox oxuyuram, yəni kitab oxumaqdandır bu da. Təlimlərə qatılıram, kitab oxuyuram və həmin vaxtda həkim mənə dedi ki, yox, Billurə xanım, əslində beyin oxumaqdan təzələnir, yenilənir. Əslində nəyə görə deyirlər? Riyaziyyat beyin gimnastikasıdır, beyni açır. Əslində oxuduğunuz məlumatlar beynimizdə formalaşır və bizim beynimizdə ölmüş hüceyrələr oyanır. Beyin o zaman öləcək, məhv olacaq ki, o işləmir və biz onu işlətdikcə, o məlumatı ətrafa ötürdükcə beynimizdə təzələnir. Sanki məlumatlar dövr edir və artıq pasiv hüceyrələr olmur, aktiv hüceyrələrə dönüşür. Sadəcə yenə də deyirəm, beynimiz
bircə sağlamlıq problemlərimizdən, başqa bir şeylərdən yorula bilər. Amma oxumaqdan, elm öyrənməkdən beyin heç vaxt yorulmur. Baxın, biz bunu şagirdlərə də göstərə bilərik. Biz bir stəkanlı su gətirək, stəkanın içərisinə pambığı salaq və şagirdlərə göstərək ki, baxın, bu pambıq sizin sanki bir beyninizdir. Bax, bu suyu özünü necə çəkir? Necə çəkir özünə? Sizin də beyniniz o məlumatları elə çəkir özünə. Hər gün biz informasiya alırıq həyatdan. İstər oxumaqla, istər öyrənməklə, istər eşitməklə, hər cür görməklə, toxunmaqla, dad bilməklə, qoxu bilməklə, hər bir şey hiss etməklə, məsəl üçün istiyə vururuq, istidir, gözümüzlə görürük, bununla informasiya alırıq, informasiyalar alırıq, vizual olaraq informasiya alırıq, vizual olaraq, audial olaraq və taktil informasiya toxunaraq, yəni biz bunu hər gün alırıq. İnformasiyanı müxtəlif yollarla alırıq və aldığımız bu informasiyanı beynimizdə artıq onu çevir ediriksə, istifadə ediriksə, o informasiya bizimdir. Əgər onu istifadə etmiriksə, əlbəttə bizim deyil. Yəni siz öyrəndiklərinizi riyaziyyatdan, Azərbaycan dilindən, məsəl üçün tətbiq edirsinizsə, bu sizindir. Artıq bu hopacaq beyninizə. Yox, öyrəndiyinizi, informasiyanı istifadə etməyəcəksinizsə, passiv qalacaq orada və unudulacaq. Əlbəttə ki, belədir. Riyaziyyat da belədir. O praktik olaraq biz onu təkrarlamalıyıq. Azərbaycan dili də belədir. Praktik olaraq təkrarlamalıyıq. Kurikulum da belədir. Biz onu gündəlik iş sistemimizdə, şagirdlərlə münasibətimizdə, övladlarımızla münasibətdə biz onu təkrarladıqca yadımızda Piaget, Vygotsky, Karol düşəcək. Bəli, bu belə demişdir. Evladına belə yanaş, bu yaş dövründə belə olur. Bunu biz həyatımızda tətbiq etdikcə bu heç vaxt yaddan çıxmayacaq. Şagirdlərimizə deməliyik ki, siz öyrəndiklərinizi praktik olaraq təcrübədən keçirin və bu sizin yaddaşınızda gözəl qalacaq. Yəni bu şey mənlik deyil deyə bir şey yoxdur. Hər şeyi elə bizlikdir. Bütün öyrəndiklərimiz elə bizlikdir. Deməli, inkişafa qapalı düşüncənin insanlara necə deyirlər? Deyirlər ki, mən bacarmıram, bu mənlik deyil. Öğüt nəsihətə qulaq asmırlar və inkişafa qapalı düşüncənin insanları bilirsinizmi necə deyirlər? Deyirlər ki, bir balaca çətinlik olsa, mən bir şeyi səhv desəm, insanlar mənə gülərlər. Gülünc duruma düşərəm. Elə yaxşısı budur deməyim, desəm birdən səhv olar. Yəni onlarda bir qorxu hissi olur. İnkişafa qapalılarda. Məsələn, harasa gedirik, orada sual verirlər ki, hörmətli təlim iştirakçıları, bəlkə sualınız var. Müəllimlər içərisindən biri deyir ki, yox, mən bunu deyərəm. Başqaları mənə deyir, buna bax, müəllim bunu bilmir. Bilmir bunu. Yəni, onu sual verməkdən çəkinir. Əlbəttə ki, hamının içində var belə bir şeylər. Bəzən də deyərəm, səhv olar cavabı, birdən mənə gülərlər. Birdən deyirəm, o bilmir. Qoy desinlər. Qoy mənə bilmirəm desinlər. Yəni, mən zaten bilmədiyimi öyrənmək üçün qoşulmuşam. Bəs biz əgər hər zaman belə olsaq, nədən öyrənəcəyik? Harda öyrənəcəyik? Ona görə də inkişafa qapalı düşüncənin insanları bir kəslərə sual verməkdən qorxurlar, yanlış duruma düşməkdən qorxurlar, gülünc duruma düşməkdən qorxurlar, birdən səhv olar, birdən belə olar, birdən elə olar. Yəni, insanların gözündən düşməkdən qorxurlar. Ona görə də elə yaxşısı budur ki, deyirlər ki, bacarmıram, bacarmıram, bundan canlarını qurtarırlar və öğüt nəsihətə qulaq asmaq istəmirlər. Çətinliklə rastlaşan kimikdə yarımçıq qoyurlar. Axırına qədər getmirlər. İnkişafa qapalı düşüncəli insanları. Amma inkişafa açıq düşüncəli insanlara deyir ki, əşi, bu uğur nədir ki, mən onu əldə etməyim? Yəni, bu uğur mənim üçündür də. Mənim də 2 gözüm var, 2 əlim var, 2 ayağım var, ağlım var. Mən də digər insanlar kimi gündəlik həyatda bunu edə bilərəm. Niyə öyrənməyim ki? Mən niyə MİQ imtahanında yüksək nəticə toplamayım ki? Niyə 80 plus yığmayım ki? Onu toplayanlar məndən artıq deyil ki, mən niyə filan işi, aşbazlığı bacarmayım? Yəni, mən niyə şirniyyat bişirməyi bacarmayım? Mən niyə dərzliyi bacarmayım? Yəni, elə bu mənlikdir də. Mənim, məsəl üçün, müəllim olaraq özüm hər bir şeyi edirəm. Hər bir şeyə marağım var, fikrim var. Bunları hər zaman da etmişəm, hər birisini.
tikməkdir, toxunmaqdır, şirniyyatlar bişirməkdir. Hər işlər mən hər zaman özümlükdür deyib, həmişə də hər zaman can atmışam ki, öyrənim. Çox şükürlər olsun ki, mən bunu edə də bilirəm, hər zaman da bacarmışam. Yəni, əgər sən onu istəyirsənsə, açıq düşüncəyə açıqsansa bunu edə biləcəksən. Yəni biz hər şeyi biz bacarmalıyıq və elə bizdikdir. Yəni inkişafa açıq düşüncənin insanları hər şeyi öyrənmək istəyirlər. Baxın, orada çətinlik olan kimi fikirləşirlər ki, çətinlikdir də eybi yoxdur. Mən hələ bacarmıram, hələ bacarmıram. Yəni baxın, bacarmıramdan hələ bacarmıramın arasında çox fərq var. Bacarmıram bu deyir ki, oxutmuram, mən çəkin Sabir demişkən, bacarmıram budur. Amma hələ bacarmıram. Bu başqa cürdür. Bacaracam anlamına gəlir. İnkişafa açıq düşüncənin insanları deyir ki, hələ bacarmıram, nəsihətə qulaq asırlar, çətinliklərdən qorxmurlar, səhv edirlərsə səhvin üzərində işləyib onu düzə çevirməyə çalışırlar. Deyir olsun da dünya dağılmayıb ki, bu il kəsilmişəm, gələn il gedərəm. Məsələn, bu il uğur qazanmamışam, gələn il qazanaram. Və yox, indi bu dəfə şirniyyatı bişirənə yandırmışam, nə olsun ki, bir də bişirəcəm, daha yaxşı olacaq. Onda elə İməkləyən uşaq iməkləyir də, qalxır yerimək istəyir, divardan tutur, divandan tutur, kimsədən tutur, yıxılır. Desin ki, elə bu yerimək mənlik deyil də, niyə görə yerimək istəyim ki? Deməli, inkişafa açıq düşüncənin insanları heç bir çətinlikdən qorxmurlar, heç bir problemdən qorxmurlar. Onlar deməli davamlı istəyirlər ki, öyrənsinlər, davamlı irəli getsinlər, başqalarının öyüd nəsihətlərinə qulaq asırlar və ona görə də inkişafa açıq düşüncəli insanları bu an üçün bacarmadığını düşünürlər. Amma nə vaxtsa bacaracaqlarını düşünürlər. Deməli, ona görə inkişafa açıq düşüncə çevik zəkadır, inkişafa qapalı düşüncə isə sabit zəkadır. Yəni, yerində sayırlar onlar. İrəli getmək istəmirlər və buna görə də inkişafa açıq düşüncənin insanları bir şeyi öyrənmək istəyəndə öyrənirlər, səhv edirlər və sonra səhvlərin üzərində işləyirlər. Sonra yoxlayırlar, görəsən mən bunu düzə çevirmişəm. Sonra baxırlar ki, yox, yenə səhv edirlər. Nə olsun ki, yenə öyrənirlər, yenə praktik öyrənirlər, yəni hətta başqalarına kömək istəyirlər. Görürlər ki, çətinlik var, kömək edib öyrənirlər və axırda baxırlar ki, artıq öyrəniblər. Yəni səndən o Vygotsky demiş, səndən bu işi yaxşı bilənlərdən dəstək al, öyrən. Amma axır ki, öyrən. Ona görə də gündəlik həyatımızda, məktəbdə biz müəllim olaraqdan şagirdlərə açıq düşüncəli olmağı öyrətməliyik. Bəs şagirdləri nə zaman qapalı düşüncəli ola bilərlər? Nə zaman biz açıq düşüncədən qapalı düşüncəyə keçə bilərik? Bəzən müəllim sual verir şagirdə ki, uşaqlar yəni sizə neylər? Yəni uşaqlar tez əl qaldırır, fəal olan aktiv uşaqlar, amma kim tez əl qaldırırsa müəllim onu durğuzur. Jalə sən deyə, Əsmər sən deyə, amma Nihat, Vasif, Leyla qaldılar arxa planda. Onlar hələ gec qaldırırlar axı əllərini və müəllim kim ki çevikdir, tez əl qaldırır, onlardan soruşur. Baxın, bu zaman o Nihatdır, Leyladır, gec qaldıranlar deyir ki, əş onsuz da müəllim həmişə Jalə durur, onsuz hər zaman Aysel durur, o fəallar durur da, bu dəfə əl qaldırdı, qaldırmadı. Yəni bir dəfə də heç qaldırmır. Bunlar arxa plana keçirlər, qapalı düşüncəyə çevirirlər. Bu da nədən olur? Ona görə ki, müəllim şagirdlərə gözləmə vaxtı vermir, gözləmə sürəsi vermir. Biz şagirdlərə sual verən zaman şagirdlərə sual üçün gözləmə vaxtı verməliyik. Yəni bəzən biz elə bilirik, gözləyirik, gözləmirik. Sual verən kimi şagirdlərə baxırıq, kim tez qaldırır, o deyir, ya da görürsən ki, sualı biz təkrarlamaq istəmirik. Deməli, sualı əgər biz təkrarlasaq, ya da özümüz deyirik, çox zaman ki, tez cavabını deyirik. Əgər sualı təkrarlamırıqsa, bu zaman həqiqətən 3-4 nəfər əlini qaldıracaq, qalan arxa planda qalacaq. Amma sualı təkrarlayan zaman baxacağıq ki, məsələn, sualı vermişik, bir də təkrarlayırıq. Bayaqdan 5 nəfər əl qaldırmış, indi 7 oldu əl qaldıran uşaqlar. Sualı bir də təkrarlasaq, baxacağıq ki, 9 nəfər əl qaldırdı. Deməli, şagirdlərin axı beyninə çatma siqnalları eyni vaxtda deyil. Hərənin bir potensialı var. Bəzilərinə 30 saniyədə çatır, bəzilərinə 40 saniyədə, bəzilərinə hətta bir dəqiqədə sual çata bilər.
Ona görə də biz uşaqlara gözləmə vaxtı verəcəyik. Gözləmə vaxtının verilməsi onların aktivliyinin artmasına səbəb olacaq. Bəzən müəllimlər deyir ki, kim tezdirsə, kim tez gətirsə dəftəri, onun dəftərini yoxlayacağam. Kim tapşırığı tez yazsa, onu yoxlayacağam. Bu tamamilə yanlış yanaşmadır. Yəni əziz gələcəyin müəllimləri, kim tez deyə bir şey yoxdur. Axı dərs mühiti öyrənmə mühitidir. Öyrənmə mühitində yarış deyil ki, biz hər günümüzü yarış edək. Kim tez deyər, və sonunda gec deyənlər nə olsun? Və sual gec çatanlar nə olsun? Axı bu yarış deyil. Biz ona görə də biz kim tez deyər, kim tez tapar anlayışını gündəlik dərsimizdən tamamilə çıxartmalıyıq. Bu zaman aktiv şagirdlər öndə olacaq, passiv şagirdlər yavaş-yavaş qapalı düşüncəyə çevriləcəklər. Görürsünüzmü? Məsəl üçün, mən xanımlara sual verəndə qrupa, bəziləri tez cavab verir. Mən heç vaxt demirəm ki, sən tez cavab verdin. Çünki ona görə ki, qoy suala cavab versin. 5-ci olsun, 10-cu olsun, fərqi yoxdur. Gözləmə vaxtı verirəm. Ondan sonra onlara əla işarəsi qoyuram qrupumdakı sual cavabları deyirəm. Yəni 5 saniyə, 6 saniyə, 10 saniyəyə çatır bəzilərinə 7 saniyə sonra çatır. Yəni içindən bəzi səbirsiz olanlar deyir ki, niyə müəllim tez qoymur o işarəni, başqa suala keçmir? Axı hamının cavab verməsini, hamının o sualı özünkiləşdirilməsini istəyirəm. Hamını özünkiləşdirsin ki, o sualı mən nə demək istəyirəm, mən nəyə soruşmaq istəyirəm. Qoy bir də suala qulaq assın, bir də qulaq assın, 2 dəfə qulaq assın, sualın cavabını versin. Baxın, əzizlərim, siz də şagirdlərinizə belə etməlisiniz. Bunu bir strategiya işlədim. Strategiyalar işlədim. Məsəl üçün, o hövsələsiz uşaqlarımız vardı. Tez əl qaldırırlar ki, istəyir ki, onları durğuzasız. Bunun üçün sualı bir də təkrarlayın. Mən sualı bir də təkrarlayacağım, bir də təkrarlayacağım. Yəni, bir də təkrarlayana qədər digər uşaqların da beyninə siqnal çatacaq ki, müəllim nə demək istəyir? Ona görə də mütləq bunu etmək lazımdır ki, sualı təkrarlamaq lazımdır və yavaş-yavaş görünəcək ki, orada ilk dəfə sualı verəndə 3 nəfər qaldırıb səni, artıq sualı 3 dəfə təkrarladınsa, baxacaqsan ki, əl qaldıranların sayı daha da artdı. Bu da uşağın inkişafda açıq düşüncəyə aparır, özgüvən yaranır və şagirdlərini səhv edə bilər. Səhvə görə onları qınamaq olmaz, səhvə görə lağa qoymaq olmaz. Bu da qapalı düşüncəyə çevirir. Biri qalxır, səhv edir, hamı gülür. Hamı həm sinifdə dəstəkləyici mühitin pozulmasına gətirib çıxardır, sağlam mühitin pozulmasına gətirib çıxardır, həm də burada şagird qapalı düşüncəyə çevrilir. Məsəl üçün, Nihat qalxdı ayağa, səhv elədi. Müəllim dedi ki, ayıb olsun, ay Nihat. Elə sən həmişə beləsən də, nə vaxt səni ayağa qaldırım, sən belə səhv edirsən. Abala, sənin bir düzləyən vaxtın olacaq. Nihat sonra əlini qaldırarmı? Əlbəttə qaldırmayacaq. Deyəcək ki, elə mən qalxıram, hamı mənə gülür. Yəni qalxıram, hamının gülüş obyekti oluram, hamı mənə çevrilir, belə baxır, yəni tənəffüsdə mənə lağa qoyacaqlar, müəllimə mənə belə deyir. Ona görə də biz sinifdə sağlam mühiti formalaşdırmaq üçün səhvlərə görə uşaqları qınamamalıyıq. Nəyə görə? Qoy desin, səhv etsin. Ölüm olmayıb ki, səhv edəcək, səhvi düzə çevirəcəyik. Baxın, əzizlərim, həyatda səhv yoxdur, həyatda dərs var. Əslində etdiyimiz hər səhvdən bir dərs alırıq biz. Gündəlik həyatımızda da belədir. Baxın, məsəl üçün, birilərinin evinə qonaq gedirik. Bəzən o bizə qaş-qabaq sallayır. Qaş-qabaq sallamasa biz bilərik, xeyr. Yaxud ki, getdik, o bizə qaş-qabaq salladı. Bir də onların evinə ayaq qoymayacağıq. Bax, bu bizim dərsimizdir. Getdik, qaş-qabaq salladılar. Evlərində hər şey ola-ola bizə çayı qəndlə verdilər, yanında şokolad qoymadılar, konfet qoymadılar, mürəbbə qoymadılar. Yəni, istəmirlərmiş də biz onlara gedək və bir də onların evinə gedərikmi biz? Getməliyik. Niyə görə? Çünki baxırıq ki, bizə qaş-qabaq salladılar. Olanlarından da nəyləri var? Demirəm ki, gətirsin, bizə kabab versin, nə versin. Olanlarından qoymadı, hətta olanları da gizlətdilər. Bir də onlara getməyəcəyik. Nə yaxşı getmişik, onları tanımışıq. Bax, buradan dərs aldıq. Uşaqlar da belədir. Səhv eləyəcək, səhv üzərində işləyəcək. Bəs o səhv eləməsə, axı öyrənməyəcək. Eləsə o öyrənməyə də yerində sayacaq. Qoy qalxsın, qoy səhv eləsin, qoy desin ki, biz də onun səhvini bilək, səhvini üzərində işləyək.
Yəni hər kəsin içərisində bu ola bilər. Mən bunu yazım, yazmayım. Müəllim deyəcək yaz getsin. Səhv eləyəcəksən də. Düzlərə işarə qoyanda biləcəksən ki, düz buymuş. Amma heç deməsən, sənin yaddaşında qalmayacaq o. Et, səhv elə, əla. Səhv edəndə mən sevinirəm. Bilirəm ki, sənin səhv etdiyin nədir və o səhvin üzərində işləyirəm və sənin səhvini izah eləyirəm səsli şəkildə. Bilirəm ki, harda səhvim var. Ona görə də şagirdlərimizi biz səhvə görə qınamamalıyıq, sıxışdırmamalıyıq və şagirdlərimizi əslində səhv etmək mədəniyyəti formalaşdırmalıyıq. Səhv etmək mədəniyyəti ümumiyyətlə insanlarda da olmalıdır bu. Səhv etmək mədəniyyəti istənilən sənətdə, peşədə səhv edəcək, səhv üzərində işləyəcək. Gündəlik övladlarımız da evimizdə, eşiyimizdə hansısa bir işi görür, ev təmizləyir, biz onu lağa qoymamalıyıq. Bu necə ev təmizləməkdir? Bu necə etməkdir? Bunu belə eləmədin, düz eləmədin. Yəni bunu etdikcə o bir də evi təmizləmək istəməyəcək. Amma əslində qoy səhv etsin, eybi yoxdur. Səhvlər üzərində işləyəcək, öyrənəcək. Şagirdlərimiz də belədir. Səhvlərə görə onları qınamamalıyıq, səhvlərə görə onları sıxışdırmamalıyıq, səhvlərə görə onları lağa qoymamalıyıq və bununla da biz onları açıq düşüncə sahibi etməliyik. Yəni bir də övladlarımız olsun, şagirdlərimiz olsun, nə zaman qapalı düşüncəyə çevrilir? Baxın əzizlərim, başqasını ona misal çəkərsək, bu zaman qapalı düşüncəyə olur. Bəzən müəllim sinifdə bir ulduz şagirdindən yapışır, deyir ki, Vüqar kimi olun. Hamınız Vüqar kimi olun. Niyə görə? Ona görə ki, Vüqar yaxşı oxuyur. Biz hamını Vüqara bənzəməsini istəyirik. Tamamilə yanlış yanaşmadır bu. Və yaxud Əsmərə baxın, Əsmər kimi olun. Görün Əsmər necə eləyir? Bu tamamilə yanlış yanaşmadır. Əsmər əladır, əhsən. Biz Əsmərin özünə deyəcəyik. Əsmər, təşəkkür edirəm. Əhsən sənə gözəl şagirdim, əziz istedadlı şagirdim. Sənin tətbiqini çox bəyəndim, təhlilini bəyəndim. Bu Əsmər üçündür. Amma Əsməri biz Nihata, Aysilə, Jaliyə nümunə gətirməyəcəyik. Niyə görə? Onlar Əsmərə qıcıq olacaqlar. Bu Əsmər bizim sinifdən çıxıb getsəydi canımız qurtarardı. Əslində şagirdə nümunə gətirmək onu qapalı düşüncə edəcək və qıcıq olacaq ona və həmin şagirdlə hətta sağlam psixoloji mühit pozulacaq. Hətta övladınıza belə biz nümunə gətirməməliyik. Xalqın balası, bizim o cümləmizdir. Xalqın beləsi bunu qazandı, xalqın uşağı bunu belə elədi, xalqın qızı bunu belə təmizlədi və bunu edirik övladımıza kimsə nümunə gətirməyəcək. Onu öz səhvləri üzərində işləyəcək. A qızım bunu belə eləmə, belə elə. Bax bunu belə təmizləsən daha yaxşı olar. Biz ona yol göstərmək əvəzinə onu bunu misal gətirməyək və onlara nümunə olacaq. Məsəl üçün, mən özüm balaca olanda Allah verənizə rəhmət eləsin. Rəhmətlik nənəm var idi. Qorşunda bir qız var idi. Həmişə nümunə göstərirdi və həmişə onun kimi olmağımı istəyirdi. Deyirdi xəyalə evi də təmizləyir, toz suranlayır, belə eləyir, belə eləyir. Yəni anam da işə getdiyi üçün mən də baxırdı ki, mən də otururam hələ evi batırıram, tökürəm hər yeri. Yəni hər yeri yazdıram, tökürəm. Yəni deməli düzgün bir iş görmürdüm. Amma dağıdırdım, tökürdüm, yazırdım. Yəni anam da gəlirdi ki, baxırdı ki, mən hələ də çay qoymamışam, nəsə bir iş görməmişəm, nəsə eləməmişəm. Yəni deyirdi ki, anam nə olar ki, çaydanı qoyardın, bax qonşunun qızı belə eləyir, belə eləyir, belə eləyir, dərsində oxuyub, evdə təmizləyib. Mən dedim, ay anam, yadımdan çıxıb ya, başım dərsə qarışıb, nəyəsə qarışıb. Məsəl üçün, o qədər qonşu qızına adını çəkirdilər. Yəni, mən o qədər deyirdim ki, ay o qonşu qızı olmasın. Mən adını o qədər eşidirəm. Əslində mən özüm də çox bacarıqlı idim, ya həvəskar idim. Sadəcə hansısa bir işləri elə etməyəndə hər zaman onu deyirlər. Ona görə insan gərək hər şeyə açıq düşüncəli olsun. Yəni hətta özüm elə balaca vaxtından nənəmlə yorğan döşək sırmağa da baş qoşdum, şirniyyatlara da. Yəni o qədər belə eşidirdim ki, yəni insan hər şeyi bacarmalıdır, istəməlidir. Məsəl üçün belə görürsən ki, kimsə yaxşı bacarıqlıdır deyib qonşunu misal çəkirlər. Əslində hər zaman
adamın özündə həvəs, istək olmalıdır ki, birinci onları bacarasan. Yəni çox şükürlər olsun ki, məndə bu istək, həvəs var idi ki, belə öyrənməyə çalışmışam. Mən də hər zaman bütün qızlarımıza, balalarımıza hər bir işi görmək üçün həvəskar olmalarını arzulayıram. Əslində həqiqətən ananın da, nənənin də, müəllimin də kimisə belə nümunə çəkməyi heç də yaxşı təsir bağışlamır. Dərsdəyəm mən, tamamlamışam onu. Hər dəfə dərsdə olmuşam. Yox, dərsdəyəm hələ. Deməli, insan bildiyini eləyir. İnsan, yəni, hər zaman deməli, baxın, deməli, məndə hər zaman sinifdə də ola bilər, qonşuda da deyiləndə insanda qıcıq yarana bilir. Yəni, bunu ona görə deməməlidir heç kəs. Bəzən indiki dövrümüzdə təhsilə yanaşmalar başqadır. Məsəl üçün, belə yeni təhsil sistemində biz məsəl üçün, biz dünya təhsil sisteminə inteqrasiya etmişik. Yəni, bizim təhsilimizdə olan yeniliklər var. Məsəl üçün, bu nəzəriyyələr var. Bunların hər birisi bir şey öyrədirdi insana. Amma o dövrlərdə o qədər yox idi. Yəni, insanlar tam olaraq bu cür düşünmürdü. Böyük insanlar, yəni müəllimlərin, valideynlərin düşüncəsi, yəni o qədər də belə deyildi ki, yəni uşaqlarına bu cür rəftar etsinlər, kimlərsə nümunə gətirməsinlər. Yəni kimlərsə nümunə gətirəndə onlara başqa cür təsir eləyər. Baxın, bu nəzəriyyə yazanlar Vygotskydir, Karol Dweckdir, Golemandır, bunlar keçəcək. Onlar bunları sistemləşdiriblər. Əslində bizim gündəlik həyatımızda olan şeylərdir bunlar. Yəni gündəlik görürsünüzmü? Baxın, indi artıq hər şey situasiya şəklində düşür imtahanlarda. Əzbərçi şeylərin hamısı çıxarılıbdır imtahanlardan. Yəni hansı ki əzbər sizə terminlər var idi və hamısı situasiya kimidir. Məsəl üçün, filan şeydə Piaget nə demək istəyir, filan sualda Vygotsky nə demək istəyir, məsələn, Karol Dweck nə demək istəyirdi. Əslində, kurikulumu asanlaşdırırlar, çətinləşdirmirlər. Bəzi insanlar deyir, bu çətinləşdirirlər, amma əslində situasiya xarakterlidir. O sualın içərisində başa düşəndən sonra cavabı var. O sualın içərisində cavabı var. Əzbərçi şeylər çıxardıblar, kənara qoyublar. Yəni, İnşallah hər kəs üçün yaxşı olacaq, gözəl öyrənəcəksiniz. Əzbərçi olmayıb daha diqqətli oxusanız, başa düşərəkdən oxusanız, deməli, inkişafa qapalı düşüncə edərik. Kimisə kiməsə nümunə çəkəriksə, kimisə kiməsə nümunə çəkməyəcəyik. Biz onun öz səhvləri üzərində işləyəcəyik. Səhvin budur, düzün budur, düzü belə eləyə bilərsən. Deməli, ümumiləşdirsək, inkişafa açıq düşüncənin insanları çətinlikdən qorxmurlar, yara-yara gedirlər və onlar deyirlər ki, hələ bacarmıram. Öyüd nəsihətə qulaq asırlar. Yəni, inkişafa qapalı düşüncənin uşaqları deyir ki, bacarmıram, mənlik deyil. Öyüd nəsihətə də qulaq asmırlar. Çətinlik olanda da yarımçıq dayandırırlar. Axırına qədər gedə bilmirlər. Ona görə biz məktəbdə müəllim olaraq şagirdlərimizə hələ sözünü öyrətməliyik. Hələ sözü çox gözəl sözdür. Yəni, nəyisə edə bilməyəndə, uşaqlar hələ bacarmırsınız, amma bacaracaqsınız. Hələ bacarmırsınız, hələ bu an üçün bacarmırsınız. Amma 1 saat sonra bacara bilərsiniz, 2 saat sonra bacara bilərsiniz, 1 gün sonra bacara bilərsiniz. Bu an üçün bacarmaya bilərsiniz. Əzizlərim, deməli, dərsimiz bu qədər. Deməli, siz inkişafa açıq düşüncə tərzisiniz. Əziz xanımlar, qapalı düşüncə bizim üçün deyil. Hər şey sizlikdir. Hər biriniz üçün hər iş çox gözəl olacaq. Hər işiniz uğurlu olacaq. İnşallah hər zaman hər bir işinizdə açıq düşüncəli olsanız, uğur sizinlə olacaq. Hər kəs hər şeyi bacarır. Biraz çətinliyə dözmək, biraz öyrənmək, əziyyət çəkmək, onu özünkiləşdirmək və sonda isə uğur qazanmaq. Deməli, uğur qazanmağın ən gözəl yolu birinci beynimizi təmiz etmək, beynimiz təmiz olsun, beynimizi ancaq oxumağa yönəltmək. Bundan əlavə, nə yazıq ki, olmur, gündəlik həyatımızda problemlər bizdən gedir. Amma nə qədər olmasa, biraz da diqqətimizi yönəlsək,
və gerçəkdən də məqsəd qoymaq. Özümüzə məqsəd qoymaq və mən bu məqsədimə çatmalıyam. Niyə də olmasın? O deyir ki, o əjdahadan bizdə niyə yoxdur? Niyə də mən bunu əldə etməyim axı? Edənlər məndən nəyə artıqdır? Deməli, öyrənməliyəm, dinləməliyəm, qulaq asmalıyam, uğur qazanmalıyam. Belə deyək ki, uğur nərdivanına çatmaq üçün, yəni uğura çıxmaq üçün, uğur nərdivanını mətin addımlarla addımlamaq üçün iddialı olmalısan. Qarşına qoyduğun məqsədə çatmaq üçün iddialı olmalısan və bunda əlbəttə ki, hər zaman hər şey sənin istədiyin kimi olacaq və o uğura da çatacaqsan inşallah. Hər birinizin yolu açıq olsun, xeyirli uğurlu olsun. Uğurlar arzulayıram hər birinizə. Bizim dərsimiz bu qədər bugünkü.